Jinna Qami hərəkəti zamanı uşaqlar sizə belə bir söz deyim. Ola qədər yaxına gəlin, problem yoxdur. Bunu belə doldurub bırakın daşları. Pakazmoyluq eləməyə, yəni özünüzü göstərməyə ehtiyac yoxdur ki, mən bomba oğlanam, mən ağır çəkinləşdirirəm, mən güclü oğlanam. Sən güclü oğlan zat deyilsən. Əgər özünə güclü deyirsənsə, Cəbra, sənə bir 150 kilo ilə konkret ayaqlarımı, yəni çezdirin, məhv edin, çıx get bax. Yəni say, keyfiyyət, birinci növbədə keyfiyyət, sonra gəlir saya fikir verin. Ara yığım 400 kilo yarımçıq oynaqlarımla belə gətirin, belə açın zad. Yəni sən nə əzələn inkişaf edəcək? Bütün gücü salastan oynaqları var. Sonra da deyirsən ki, bu travmalı idmandır. Deyin ha, travmalı idmandır. Travmalı idman deyil, axı sən özün travma alırsan. Mən də almışam ağılsızlığımız baxımından. Mənə deyən olmayıb. Mən sizə deyirəm də amma. İşləmə qaydası. Gəldik. Uzandık. Ayaqlarını 30 durdum da bura. Bax belə. Belə işləyəndə qıraş deyir, belə işləyəndə qıraş deyir. Belə. Ulan başını bırakın, normal qaydada qoyun. Çok tutuyorum bura. Bunu taktım. Bunu da hop, şu oldu səni. Burada dizə zada koymağa ehtiyac yox. Belə. Bu ayaq deyil. Ayaq nədir? Ayaq tam trajektoriya ilə gəlib üstünə itələyirsən. Ağırlıq düşür tabana. Qalxmadan. Qısa konkret. Hə. Bax. Düşdük. Kaldırdım. Gördünüz? Bak. Düşdük. Sıxdı. Ayağın əzələsin. Hər dəfə atanda bax belə bu şey eləməyə ehtiyac yoxdur. Yəni sənin oynaqlarına çox güc düşəcək. Bunun için bir yavaş düş. Hop, sıx. Bak. Düş. Sıx. Düş. Sıx. Onda sən bütün əzələləri qartılacaq, inkişaf edəcək. Ağır çəkib qoyub orada pakazmoyluq eləmə. Mopsu.